Bütün sürücülərə səslənirəm buradan. Diqqətlə qulaq asın ki, bu problemlə hər kəs qarşılaşıb, cərimə tətbiq oluna bilər ona. Və bəyən, paylaş ki, bilməyənlərin də xəbəri olsun. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Baş Dövlət Yol Polis İdarəsi bu vəziyyətə görə ictimaiyyət qarşısında cavab vermir. Əhməd Rəzəvli küçəsində Şəki Restoran dairəsi ərazisində baş verənlər artıq sadəcə yol problemi deyil, bu sürücülərin açıq şəkildə çaşdırılmasıdır. Mən sizə ərazinin hazırki vəziyyətini göstərən foto və video materialları göstərirəm. Sürücülərin kütləvi şəkildə cərimələnməsinə səbəb olan ərazi aylardır qazılıb. Dairə və hərəkət faktiki olaraq yoxdur, amma köhnə dairə və hərəkət nişanı hələ də saxlanılır. Şəklini göstərirəm sizə. Aydın nişanlanma yoxdur, hərəkət sxemi anlaşılmaz vəziyyətdədir. Sürücülər təhlükəsiz hərəkət etmək üçün məcburi manevrlar edirlər və bu da kameralar vasitəsilə cərimə tətbiq edilir. Ərazi aylardır qazılıb, dairə və hərəkət faktiki olaraq yoxdur. Amma köhnə dairə və hərəkət nişanı hələ də saxlanılır. Aydın nişanlanma yoxdur, hərəkət sxemi anlaşılmaz vəziyyətdədir. Sürücülər təhlükəsiz hərəkət etmək üçün məcburi manevrlar edir və kameralar isə buna qayda pozuntusu kimi qeydə alaraq cərimə yazır. Artıq təsadüf yox, sistemli səhlənkarlıq və məsuliyyətsizlik görüntüsü yaradır. Əgər yolun sxemi dəyişibsə, niyə köhnə nişanlar qalır? Əgər hərəkət düzgün təşkil edilməyibsə, niyə kameralar işləməyə davam edilir? İnsanlarda belə bir fikir formalaşır ki, burada əsas məqsəd təhlükəsizlik yox, cərimə toplamaqdır. Çünki faktiki yol şəraiti sürücünü məcbur etdiyi halda məsuliyyət yenə sürücünün üzərinə düşür. Digər şikayətlər isə Astara rayonu Şiyəkəran kənd sakinlərindən var. Kənd sakinlərinin iddialarına görə Şiyəkəran kəndinin yolu çox bərbad gündədir və yolun video görüntüləri də var. Mən də sizə göstərirəm, izləyə bilərsiniz. Rəsmi sənədlərdə 2022-ci ildə bu yolların bərpası göstərilir, lakin yol sanki 30 il bundan qabaq çəkilib. Təmir olunmayıb. Kənd sakinlərinin iddiasına görə Şiyəkəran kənd bələdiyyəsi hər gün bu yoldan istifadə edir. Astara rayonu icra başçısı Qəzənfər Ağayevin adı dəfələrlə korrupsiya ilə bağlı hallanıb ictimaiyyət qarşısında, amma bu şəxs hələ də öz vəzifəsində davam edir. Astara rayonunda vəzifəli şəxslərin yaşadıkları ərazi üzrə yollarla müqayisə edəndə görünür ki, millətin sosial rifahı naminə vətəndaşların rahat yaşamaqları üçün heç bir lazımi dəstək görülmür.